İtaliyada Fiat avtomobil zavodunun işçiləri etiraz aksiyası keçiriblər. Peruda isə polislə bir qrup sakin arasında qarşıdurma olub. Xəsarət alanlar var. İtaliyanın Turin şəhəri yaxınlığında Fiat avtomobil zavodunun əməkdaşları şirkət rəhbərliyinin təklif etdiyi yeni iş şəraitinə qarşı etiraz ediblər. Yeni qaydalara əsasən iş arası fasilərin müddəti azaldılacaq və işdən yayınmalarına qarşı sərt cəza tədbirləri tətbiq ediləcək. Həmçinin şirkət rəhbərliyi iş saatının artırılmasını da nəzərdə tutub. Fiat rəhbərliyi zavod əməkdaşlarının bu iş şəraitində çalışacaqları təqdirdə müəssisənin maliyyə vəziyyətinin yaxşılaşacağını düşünür. Əks halda isə zavod xarici ölkələrin birinə köçürüləcək. İtaliya hökuməti də Fiat rəhbərliyinin bu qərarını dəstəkləyib və bu üsulla şirkətin daha rentabelli olacağını açıqlayıb. Yeri gəlmişkən Perunun Puente Piedro rayonunda isə polislə sakinlər arasında qarşıdurma baş verib. Məhkəmənin qərarı ilə polisin gecəqonduların birində yaşayan 21 ailəyə qarşı güc tətbiq etməsi toqquşmaya səbəb olub. Qarşıdurmada 200-ə yaxın etirazçı